Hər vaxtınız xeyir, hörmətli Amblak TV izləyicilərimiz. Bugün Biləcəri qəsəbəsində 117 nömrəli marşrutun düz yaxınlığında marşrut bax bu hissədən gedir. Gördüyünüz kimi bax bu asfalt yoldan gedir. Deməli 2,3 sotda inşa edilmiş Euro təmirlə tam təmirli bir evimiz satışa çıxıb. Bu evi sizə təqdim etmək istəyirəm. Buyurun baxa bilərsiniz. Deməli hörmətli izləyicilərimiz daxil oluruq darvazadan. Həyətə rahat bir 5 maşın daxil olur. 10 daş kürsüdən ibarətdir. Aşağı hissəsində adam boyundan hündür bir zirzəmisi var. Bura zirzəmi də demək olar və yaxud da ki otaq kimi də istifadə etmək olur. Bütün otaqların altına bax bu hissədən giriş var. Burada kombi aparatının yeri yerləşir. Baxın, buradan da giriş var daha doğrusu içəri. Yəni aparat burada yerləşir, kombi aparatı. Həyətə bir daha baxış keçiririk. Trapı burada yerləşir, suyu qaz işığı daimi sayğacları quraşdırılıb. 10 daş kürsüdən ibarətdir. Sağından solundan havalandırma məsafə var. Arkasında kesit var bu hissədən. 1 metrdən biraz yuxarı məsafə var. Pilləkənlə qalxırıq, 10 daş qalxırıq yuxarı. Evə daxil olmaq üçün eyvandan həyətə baxış keçiririk bir daha. Ev tam təmirlidir. Daxil oluruq evin içərisinə. Bura evin dəhlizidir. Tabanın hündürlüyü 3 metr, döşəmə hissəsi laminat parketdir. Giriş qapısının sol tərəfində mətbəx yerləşir. Mətbəxin ölçüsü təxminən 13 kvadrata yaxındır. Pəncərə gördüyünüz kimi öz həyətinə baxır. Divarlar bahala boydan üzlənib. Çıxırıq dəhlizə və giriş qapısının sağ tərəfində qonaq otağına daxil oluruq. Qonaq otağı da 24 kvadratdır, yəni 6-nın 4-ə. Qapılar ağ qapılardır. Çıxırıq dəhlizə və uşaqlar üçün nəzərdə tutulmuş yataq otağına daxil oluruq. Yataq otağından evin yanı hissəsinə, yəni böyrü hissəsinə buradan baxış keçiririk. Yəni məsafə harası 1 metr var, rahat evin arxasına keçmək üçün. Çıxırıq dəhlizə və böyüklər üçün nəzərdə tutulmuş yataq otağına daxil oluruq. Bu yataq otağının ölçüsü təxminən 20 kvadrat olar. Evin arxasına da baxış keçiririk. Buyurun, baxın. Çıxırıq yenidən dəhlizə və daxil oluruq digər bir yataq otağına. Bu yataq otağının ölçüsü təxminən 14-15 kvadrata yaxın olar. Pəncərənin qarşısında heç bir maneə kəsmir. Çıxırıq dəhlizə və sanitar qovşağa baxış keçiririk. Sanitar qovşağın aksesuarları hal-hazırda quraşdırılmayıb, lakin satış zamanı quraşdırılacaq. Tam bitməyib təmiri. Hamamda tam bitməyib təmiri. Gördüyünüz kimi tam təmirli evdir. 10 daş kürsülü, kəməri və kürsüsü də 10 daşdır. Yəni özdə şəxsi təmir olunmuş, inşa edilmiş evdir. Hörmətli izləyicilər, bu evin ilkin qiyməti 110.000 manatdır. Sərəncamı da var, bələdiyyənin qərarı da var, yəni arxivli qərardır, yəni arxivi də var. Qeydiyyata düşmək olur, propiskaya da düşmək olur, rahat evin tek pasportunu hazırlamaq şərti ilə. Yəni endirmə olacaq. Xahiş edirəm Amblak TV kanalına abunə olun, videolarımızı bəyənin, paylaşın ki, gələcəkdə yeni çıxmış evlərlə sizi tanış edə bilim. Əlaqə nömrəsi 055 511 0502. Çox sağ olun, təşəkkür edirəm sizə görə.